Salam, dəyərli izləyicilər. Siz Xəbər Bələdçisi kanalını izləyirsiniz. Bugün sosial şəbəkələrdə böyük rezonans doğuran və hər kəsi təəccübləndirən yeni görüntülərdən danışacağıq. Ölümlə nəticələnən ağır yol qəzasına görə həbs olunan tanınmış TikTok fenomeni Arzum 9999 ləqəbli İlduzə Hacıyeva ilə bağlı indiyədək ictimaiyyətə təqdim olunmayan kadrlar ortaya çıxıb. İllərdir müzakirə olunan ən mühüm suallardan biri yenidən gündəmdədir. Qəza baş verən an Arzum hadisə yerindən qaçmışdı, yoxsa yaralılara kömək etməyə çalışmışdı? Yayılan yeni videoda onun qəzadan dərhal sonra mobil telefonla canlı yayıma çıxdığı və təcili tibbi yardım xidmətinə müraciət etməyə çalışdığı iddia olunur. Bu görüntülər indiyədək səsləndirilən bəzi iddiaları yenidən müzakirəyə çıxarıb. Xatırladaq ki, dəhşətli qəza ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verib. İlduzə Hacıyevanın idarə etdiyi Çanqan markalı avtomobillə Mercedes markalı avtomobil toqquşub. Güclü zərbə nəticəsində Mercedes idarə etmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Faciə nəticəsində 29 yaşlı sürücü Amal Məlikov hadisə yerində həyatını itirib. Həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb. Məhkəmənin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkmək üçün cəza çəkmə müəssisəsinə göndərilib. Bəs ortaya çıxan yeni görüntülər bu hadisəyə baxışı dəyişə bilərmi? Videoda görünənlər nəyi sübut edir? Bütün təfərrüatları indi birlikdə nəzərdən keçirəcəyik. Videoya keçməzdən əvvəl kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Ən son və ən vacib xəbərlər üçün Xəbər Bələdçisi ilə qalın. Arzu yaxşısan, su verin də bir dənə xanıma su verin. Təcili skoru lazımdır. Qardaş, buraya nə gedir? TT-nin qabağı Mərdəkan. TT-nin qabağı Mərdəkan. Hava yolu. Hava yolu. Mərdəkan, bir dənə ünvanı deyin də zəhmət olmasa gözü şey yığmışam. Salam, axşamınız xeyir qardaş. Bir dənə maşın gəlib biz arxadan dəydi. Üçləvə fırlandı, uçdu. Qalan yolu, Bravo'dan dönən kimi üzü qala istiqamətinə TT inşaat var. Və yaxud... Deyin tez gəlsin, maşın çox pis dəydi. Yazıq tez. Arzu yaxşısın. Can, qorxma. Yaxşı qardaş. Arzu, Arzu. Arzu. Qorxma. Şey yazdı koyun. Qıraqda durun, qıraqda. Burada duyanmayın, qıraqda durun. Arzu, gəl bu tərəfə. Bir də nasıl verə bilərik xanımın zəhmət olmasa. Gəlin səhvdir, gəlin. Heç canda. Siz dükandan xanımlara su verin. Saxla, hara uçursan, saxla. Qışqırmayın da xanım, çox qorxun, qışqırmayın. Arzu, yaxşı, keçdi. Qadan olum, sakitləş, qurban olum, sakitləş. Ağlama, başına dönüm, naibə qorxur, qorxma. Naibə qorxur, oğlu çıxacağı var, bu çıxdı, qorxma, qadan olum, qismətli, qorxma. Naibə çox qorxdu, naibə qorxur, sakitləş. Bunlar sizinlə. Nədəyici açdı. Nədir? O sürətlə geçdi. Bir dənə xanıma təşkil dərman təşkil et. Arzu, yaxşı, qurban olum, yaxşı. Bir dənə xahiş edirəm, bir dənə su təşkil et. Uşaqlar götürür. Bir dənə xanımlara su. Bir dənə su, xanıma su. Buradan bir dənə tükanda su. Arzu, sakitləş. Gəlin, obyektə var. Bir dənə tez, mənə su verin. Gəlin, bırakın. Qızlar çox pis. Bir dənə xahiş edirəm, su verin, əllərin üzərində yumlar. Hər şey var da. Gəlin. Bir dənə qab yoxdur. Bir dənə qurban olun, bir dənə qab. Ay Allah, çox istəyirdi, çox istəyirdi. Ay Allah, bu nə idi başımıza gəldi? Uşaqlar aeroporta gedirdi. Verin, keçirin, TT-nin qabağına, Mərdəkanda təcili skoru çağırın. Sən gələmişəm, biraz tez gəlin. Yaralı var. Düz yanımızdan gəldi, keçdi. Sizin uşaqlardır. Yox, bizim uşaq deyil, tanımıram. Prosto düz bizim yanımızdan keçdi. Naibə, su iç. Naibə, su iç. Arzu. Gir, Arzu, su. Gətirdilər. Suyu oynamıram. Naibə, üzüyü yükünən. Maşın taksiyə bir də, Naibə, bir dənə özünə su yükünən. Başlayıram ki, bura.
Qorxma, yaxşı sakitləş. Üzünü sürür, üzünü sürür, üzünü sürür. Təmiz var. Hayır, seç. İç balansın, iç. İç günə, hayır, iç balansın. Bir kurtum iç. Bir kurtum iç günə. İç günə. İç günə, su iç günə. Çok pis. Ay Allah, bu neydi başımıza geldi? Ay Allah, bu neydi başımıza geldi? Mən uşaqlar yayını bağlayıram, Arzun vəziyyəti qorxu. Mən yayını bağlayıram, Arzu da Naibə də yaxşıdır. Sadəcə olaraq yanımızdan keçən avtomobil çox sürətlə gəlirdi. 3 dəfə göydə fırlandı, 2 dəfə də bardura dəydi və çox pis şəkildə açdı. Vəziyyət acınacaqlıdır. Yayını bağlayıram. Xahiş edirəm, görənlərdən 103-ə zəng eləmişik, siz də bir daha zəng eləyin, Mərdəkanda TT-nin qarşısındayıq. Yayını bağlamalıyam.